Mən neyniyim ki, dizimdə ağrılarım, sümük ağrıları, osteoxondroz, bel ağrısı, ayağımda keyimə, uyuşma, əlimdə, qolumda keyimə olmasın. Vaxtında için 2 qutu kalsium, 2 qutu glukozamin. Kalsium iyonlaşmış haldadır, sümüyə sovrulur, əzələnin bağı və təri möhkəmləndirir, sümüyün keyfiyyətini yaxşılaşdırır, yeyilmənin qarşısını alır, sümük kövrəkliyini aradan qaldırır. Piləkən qalxanda, dizlərində xırçıltı səsi gələnlər buradadır yəqin ki. Bax, glukozamin, xondroitin, sulfat diz oynağında olan yeyilmənin qarşısını alacaq. Qığırdaqları möhkəmləndirəcək, qığırdaq arası mayeni bərpa edəcək və diz oynağınızda yaranacaq yeyilmənin qarşısını alacaq. Gördüyünüz dörtlü proqram 20 günlük tam bir proqramdır. Diz ağrıları, yeyilmə, xırçıltı səsləri, piləkən düşüb qalxanda tez yorulma halları, əzələ zəifliyi, ayaqlarda keyimə, uyuşma, osteoxondroz, artrit, artrozun qarşısını almağa kömək edəcək. Daha ətraflı şəkildə məlumat üçün əlaqə saxlayın və mütəxəssislərlə məsləhətləşərək sizə uyğun proqramı əldə edərək və ən əsası təbii yolla və vaxtında sadaladığım halların qarşısını alın.